Vaxtın xeyir. Mən Bədəlov Bədəl Bəhramoğlu, Cəbrayıl rayon Cozuq Mərcanlı kəndi ev nömrə 1-də yaşayıram. Bu arxanızda gördüyünüz hal-hazırda sözü gedən bu məsələli, problemli olan tut bağıdır. Bu arxanızda görsənən bu tut bağı hal-hazırda da onlardan bu əkilən əkin sahəsindən geri qalan tut ağaçlardır bunlar. Hal-hazırda onlar qalsaydı vəziyyət bu vəziyyətdə olardı. Bu tut ağaçları vəziyyətində. Bu sözü gedən ərazidə 12 saylı Ekologiya və Təbii Sərvətlər Nazirinin Füzuli rayon üzrə nümayəndəliyi gəlib bura baxış keçirib. Və deyir ki, burada şumlanmayıb, bura şum görməyib. Yerdəki kərsəklər aydın şəkildə çəkiliyor kərsəkliklər. Aydın şəkildə yerdəki kərsəklər öz sözünü deyir də, bura şumlanıb və yaxud da şumlanmayıb. İndi gedək mən bu əkin sahəsində olan tutların zığırları ilə mən sizə göstərəcəm. Deyirlər ki, anladırıq, kiməsə böhtan deyir ki, buyurun. Baxın. Bax, aydın şəkildə, bax. Həmən tut sahəsidir, gəlin bəri. Bax, bir yerdə. Deyirlər ki, bunlar məhkəməyə müraciət edəndə məhkəmədə 4 ağac yazdılar ki, aktının ya bu boyda 1 hektar 4 ağac olur. Baxın. Bax. Birdən deyərlər belə. Bax, aydın tutdu, bax. Gəlin bəri. Bu da. Hələ bir zərgəni mən göstərəcəm sizə. Bu söz gedən ərazidə 9 zərgə olursa. Bu, baxın. Bax, bunun kötü ilə əməli çəkilib daha. Bax, bax. Bax, görürsünüz nə tərəziflər, bax. Gəlin bəri. Bu da. Buralarda yok. Burasını şunu götürün bakalım. Bu ağaçlar. Bu da var. Bakın, bak qırıflar. Başın qırıf götürüp yerden öz hesabına kötü çıxardır. Yani bu ərazi şumlandığına göre su armaq da burada problemdir. Yani burası su gələsi bir mövqeyi qalmayıb burada. Şimdi gələk bu qamışlığın içindən. Bax. Deyirlər ki, peyikdə görsənmir bu ağaçların varlığı, yoxluğu. Baxın, ağacın gövdəsini görürsünüz. Çıxan yarpağa baxın. Gəlin bəli. Baxın. Bax. Yoxdursa, burada tutbağı yoxdursa, hardandır bu tutbağı? Bax, zərci ilə dedik də, əkilən zərcə, bu da har. Bax. O ağaçlardan geri kalanlardır. Bakın. Bak. Diye baba. Şimdi diye. Orada da var. Bak. Diye. Bak. Bir. Bak da. De. Bir. Zərcanın qabağını çək. Zərcanın qabağını çək, qoy zərcədəki dursaydı bax yerdəki tut ağaçları hamısı bu vəziyyətdə olacaq. Çünki 2022-ci ildə əkilib bu ağaçlar. Bu ağaçların az ömrü yoxdur. 4 illik ağaçlardır bunlardan. Karşınızda görülen növbəti bundan qabaq salınan
tut ağacıdır, tut bağıdır. İndi biz yavaş-yavaş gedirik o tut bağına da. Bunlar da seç. Baba bunlar da seç. Həmin ağaçlardandır. Məhv olunan ağaçlardandır bax bunlar. Bu zərgə düz ora qədər 9 zərgə idi. O ərazidə olan ağaçların hamısı o məhv olunan ağaçdandır ki, 12 sayılı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsi qeyri bərabər apardığı araşdırmanın nəticəsidir. Bu ağac, bu boyda ağac məhv olunur. Ekologiya deyir ki, burada ağac olmayıb, əkilməyib, şumlanmayıb bura. Yerə də baxırsan diri kərsək. Bunun əkilmiş vəziyyətdə, şum vəziyyəti, təzə şum olanda həmən dəqiqəsi 12 sayılı Ekologiya və Təbii Sərvətlər İdarəsinə atmışam o videonu. Və bu durduğum hal-hazırda olduğum yer tut bağının ikisinin birləşiyidir. Və videoda da aydın düşür ki, o tərəfində üstünə düşüb şumu dayandırılıb, orada şumu eləyiblər, bir neçəsi qalıb salama. Qalan hamısı gedib. Amma bu ərazidə sırf tut ağacı yox. Buranı sırf kötüyündən şumlayıblar, əməlli başda. Şumlanan da, şumda çıxan ağaçlarda gecə ilə yığıb məhv eləyiblər. Qalmayıb. Yerində oradakı kimi qalsaydı, onlar da bu vəziyyətdə şey eləyərdi, çolpanlayıb çıxardı. Gedək növbəti.